Qurban Bayramının belə deyək, fəlsəfəsi haqqında nə demək olar? Qurban Bayramının tarixi hər birimizin bildiyi kimi bir hadisə ilə bağlıdır. İbrahim Peyğəmbərin həyati hadisəsi ilə bağlıdır və əsasən Qurban Bayramının fəlsəfəsi, onun belə deyək, mahiyyəti insanın Allah yolunda istənilən mövzuda fədakarlığı ilə bağlıdır. Qurban Bayramı təkcə qoç qurbanlığından və eyni zamanda hər hansı bir dəvə qurbanlığından ibarət deyil. Əsasən onun mahiyyəti fədakarlıqdır. Allah yolunda istənilən halda Allahın istəyi necə olarsa, o formada da Allaha belə deyək, qurban getməkdir. O səbəbdən də baxaraq ki, İbrahim Peyğəmbərdən əgər bu qurbanlıq qalıbsa, İbrahim Peyğəmbərin Quran-ı Kərimdə izinə düşdükdə görürük ki, İbrahim Peyğəmbər belə buyurur ki, mənim qurbanlığım, namazım, yaşayışım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Allah bu bayramı İbrahim Peyğəmbərin əli ilə qərar veribsə, bu o deməkdir ki, onda bütün həyatını Allaha qurban vermiş şəxsin vasitəsilədirsə, bu o demək, onda belə başa düşülür ki, Qurban Bayramı qoç kəsmək deyil təkcə və yaxud da hər hansı bir dəvə, cöngə kəsmək deyil, Allah üçün istəklərindən keçmək bayramıdır. Hər kəs Allah üçün istəklərindən keçə bilirsə, öz şəxsi istəklərindən keçə bilirsə, nəfsi istəklərindən keçə bilirsə, o ilə hər gün qurbanlıq bayramında yaşayan bir şəxs kimi yaşayır. Əsas məsələ Allaha qurban verməkdir. Bir dəfə bu evladla olur, bir dəfə qoçlu olur, bir dəfə vaxtlı olur, bir dəfə canlı olur. Müxtəlif şəraitlərə, zamanlara uyğun olaraq bu qurbanlıq belə deyək, reallaşır. Əsas fəlsəfəsi ömrü Allaha qurban verməkdir.